Salam əzizləyicilər. Deməli, BMW C30 modeldir. Bir dənə yaxına gətir zəhmət olmasa. Gördüyünüz kimi bütün şiti sökmüşük tamamilə. Ön hissəsini sökmüşük. Sökməyimizdə səbəb nədir? Avtomobilin yarı hissəsini şofer tərəf, sürücü tərəf hissəsində soyuq havanı verir, amma sərnişin tərəfə tam soyuq hava vermir kondisionerdə olduğu zaman. Burada çox soyuq verir, burada isə biraz sərin verir. Və burada şitin altında bu hissədə hava kanalları var, motorlar var ki, onları açıb bağlayan bir mexanizm var. Bu mexanizmdə problem var idi. Avtomobil sahibinə heç bir şey aldırmadan, əlavə detal aldırmadan onu düzəltdik. İndi inşallah qalıb ki, bütün şiti tam ideal vəziyyətdə üzərinə yerləşdirək. Biz söktüyümüz zaman gördüyümüz işə də zəmanət verir ki, sabahsı günü şitlə bağlı heç bir səs, küy və yaxud ki, cızıq gəlməyəcək. Bütün detalları da səliqəsində yığmışıq bir kənara və inşallah ki, növbəti prosedur şiti üzərinə oturtma olacaq. İnşallah şiti də üzərinə otuzdurub müştəriyə təhvil verəcəyik. Əgər sizdə də belə bir problemlər varsa, bizim servisimizlə yaxınlaşa bilərsiniz. Detaylı formada məlumat profilimizdə, nömrəmizdə qeyd olunub. Mənlə əlaqə saxlayın, çalışdığım qədər kömək etməyə çalışacağım. Təşəkkürlər, izləmədə qalın.